Mənəviyyat çox zəngin bir anlayış olmaqla yanaşı, universal insan təcrübəsidir. Hamımıza toxunan bir şeydir. Mənəvi zənginlik bizə mənalı və məqsədyönlü həyat sürməyə imkan verən daxili resursdur. Bu sərvət maddi və ya xarici şəraitdən asılı deyil, daxili varlığımızdan asılıdır. Yəni bir sözlə, əsl mənəvi zənginlik bizim idarə edə biləcəyimiz şeydir. Mənəvi cəhətdən inkişaf etmiş şəxs yaradıcılığa vaxt ayırır, öz həyat təcrübəsini digərləri ilə bölüşməyə və xeyirxahlıq etməyə çalışır. İnsan üçün var mənəviyyat və maddiyyat. Mənəviyyat əxlaqi keyfiyyətlərinə görə hər bir insan onu seçə bilər. İkinci növbədə mənəviyyat elə hiss eləməsinlər ki, yəni var, dövlət, sərvət filan bəhman. Ancaq mənəvi cəhətdən sən sağlam olmalısan. Yəni haqqı nahaqqa satmaq olmaz. Yaşayış yerində, iş yerində, hər yerdə hörmətlə, izzətlə yaşamalısan. Yəni mənəvi cəhətdən varlı olmaq ən böyük şərəfdir. Varlı olmaq. Çünki qayda qanun necədirsə, dövlətimiz tərəfindən qoyulan qayda qanunların hamısını əməl eləməliyik. Ailədə sizin öz ailənizdə yüksək səviyyədə tərbiyə verilməlidir uşaqlarımıza, balalarımıza, nəvələrimizə. Sonra pis adət ənənələrdən uzaq olan adamlar mənəvi cəhətdən varlıdır. Zənginlik o deməkdir ki, nəfs burada nəfsdir, bir də könüldür. Əgər nəfsin varsa, könüldən də kimisə sevirsən, məhəbbətin varsa, o ailə həmişə daim olur. Və mən də arzulayardım ki, bizim cəmiyyətə, sağlam cəmiyyət yetişsin, o pis adət ənənələr gənclərimiz qəbul eləməsin, yaxşı təhsil alsınlar, gözəl mütəxəssis olsunlar, həmişə də mənəviyyatın arxasından getsinlər. Bunun üçün fiziki və zehni işlərə vaxt ayırmaq lazımdır. Çalışdığımız qədər qərarlarımızı özümüz qəbul etməli və buna görə məsuliyyəti başqalarının üstünə atmamalıyıq. Həmçinin təkcə özümüzdə deyil, ətrafda baş verən hadisələrlə harmoniya yaratmalıyıq. Nə qədər gec deyil, gəlin daxilimizi zənginləşdirək. Çünki əsl zənginlik elmlə, savadla, geniş dünya görüşə yiyələnməklə olur.